Salam, günün ən nəzərə çarpan mövzularının müzakirəsi ilə Nəzər Nöqtəsi efirdədir. Mövzumuz bütün dünyanı silkələyən və vahiməyə salan terrordur. Qonağımızı sizə təqdim edirəm. Ərəsun Oruclu, siyasi ekspert. 1996-2011-ci illərdə Friedrich Naumann Fondunun Azərbaycan üzrə nümayəndəsi olub. Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəridir. ABŞ, Almaniya, Avstriya, İsveçrə, Rusiya, Türkiyə və digər ölkələrdə onlarla analitik məqalələri dərc edilib. Xoş gəlmişsiniz, Ərəsun. Xoş gördük. Dünən İstanbulun Sultan Əhməd meydanında baş verən hadisələr, yəni 2 gündə artıq efirdə və bütün mətbuat vasitələrində bu barədə məlumat yayılıb. Baş verən hadisələr, daha sonra isə bunun ardınca Türkiyənin başqa yerlərində, 3 yerində buna oxşar hadisələrin baş verməsi, terror olaylarının baş verməsi və İndoneziya kimi, dinc ölkə kimi tanıdığımız bir yerdə oxşar terror olaylarının baş verməsi təbii ki, bizi də narahat eləyir. Bütün dünyanın mütərəqqi kəsimini, o cümlədən Azərbaycanda düşünürəm, narahat eləyir. Nədir bu? 3-cü Dünya Savaşı başlayıb olmaya? Buna bənzəyir hər halda. Əslində 3-cü Dünya Savaşı başlayıbdır və bunu əvvəlki 1-ci və 2-ci Dünya Savaşından müqayisə eləyib klassik bir müharibə gözləmək bu bir qədər yanlışdır. Çünki 3-cü Dünya Savaşı bir qədər fərqli savaşdır. Yəni hər bir savaş özündən sonra bir yeni dünya düzəni formalaşdırır. Əgər deyək ki, biz Paris Sülh Konfransından bitən 1-ci Dünya müharibəsini götürsək, o bəlli nəticələri ortaya qoya bilmədi və hələ o zaman deyək ki, qalib tərəf olan Fransanın rəsmilərindən tutmuş, hətta sülh konferansını ratifikasiya eləməkdən imtina eləmiş ABŞ-a qədər, ABŞ prezidentinə qədər hər kəs dedi ki, bu yanlışdır, bu yeni müharibəyə yol açır və cəmi 20 ildən sonra Avropa yeni böyük müharibəyə qədəm qoydu və bu da təbii idi. Çünki müharibə əslində öz hədəfinə çatmamışdı. İkinci Dünya müharibəsi baş verdi, fəlakətli bir müharibə, 50 milyondan artıq insan həyatı və bütün Avropa dağıldı, dünyanın bir çox əraziləri cəlb olundu, dövlətləri və dünyanın yeni siyasi xəritəsi və yeni düzəni yarandı. Yeni dünya düzəni. Və bu zaman-zaman dünyada baş verən prosesdir. Biz tarixə baxsaq görərik ki, daim böyük imperiyalar peyda olubdur, onlar başlayıblar dünyanı fəth eləməyə və s. və sonunda dağılıblar. Bəli, şübhəsiz, resursların bölüşdürülməsidir, ərazilərin bölüşdürülməsidir. Bugün isə artıq o klassik müharibə anlayışı, formatı tarixdə qalıbdır. Bugünkü müharibə daha çox banklarda, birjalarda gedir. Bugünkü müharibə iqtisadiyyatda gedir. Bugünkü müharibənin böyük, deyək ki, ən ciddi təsirli vasitələri iqtisadi əməliyyatlardır, maliyyə əməliyyatlarıdır, iqtisadi təxribatlardır, sanksiyalardır, müəyyən casus fəaliyyətləridir, miqyaslı casus fəaliyyətləri. Məsələn, deyək ki, bugünkü dünya düzəninin formalaşmasında mühüm rol oynayan amillərdən biri müasir informatika texnologiyalarıdır. Yəni, internet və onun vasitəsilə həyata keçirilən əməliyyatlar və s. Və təbii ki, bu demək siyahıda istifadə olunan amillərdən biri də terrordur. Terrordur. Başlıca silahdır. Məncə. Mən deyərdim ki, belə deyək, o görüntünün effektini yaratmaq üçün, onun psixoloji effektini yaratmaq üçün, bilirsiniz, insan ölümü, partlayış, bu şeylər istər-istəməz bu vizual görüntülər müəyyən effekt yaradır və insanlara xatırlatmaq ki, müharibə gedir. Bu onun üçün vacibdir. Qorxu, vahimə yaratmaqdır. Vahimə yaratmaqdır, bəli, cəmiyyətdə xof yaratmaqdır və terror əslində bu baxımdan artıq çox mühüm bir alətə çevrilibdir və o durmadan genişlənir və ən dəhşətlisi də budur ki, heç bir dövlət bundan sığortalanmayıb. Bundan sığortalanmayıb. Ən güclü, qüdrətli dövlətlər, yəni əmin-aman dövlətlər hesab etdiyimiz, alınmaz qala hesab etdiyimiz dövlətlər belə bundan sığortalanmayıb. Böyük şəhərlər, Paris, New York və o cümlədən İstanbul, Moskva. Sabah nə ola bilər? Yəni, bu bizi artıq təəccübləndirməsə də xeyli qorxudur. Etiraf edeyim ki, növbəti sualımın məğzində də məsələ qorxu hissi var. Yəni, bu terror dalğası Azərbaycana yaxınlaşırmı və ümumiyyətlə bu terror şəbəkəsinin hədəfində Azərbaycan da varmı? Bilirsiniz, artıq terror, siz bayaq burada İndoneziyadan danışdınız. Bu
bu əldən ayaqdan uzaq İndoneziyada getdi çıxdı terror. Bu təbiidir, çünki həmin o terrorçu təşkilatlar, onlar transmilli təşkilatlardır, onlar qlobal təşkilatlardır və onlar öz iştirakını, öz əhatə dairəsini təsbit eləmək üçün, onu göstərmək, nümayiş etdirmək üçün, öz gücünü nümayiş etdirmək üçün dünyanın ən gözlənilməz nöqtələrində terror törədirlər. Məsələn, İndoneziyanın deyək ki, müasir qlobal siyasətdə hansı rolundan söhbət gedə bilər? Bu bir regional dövlətdir. Sadəcə genişləndirmək məqsədindənmi? Yəni öz areallarını genişləndirmək məqsədi üçün? Başlıca səbəbi bilmirik də. Deyək ki, həmin o terror, bilirsiniz ki, bugünkü terror daha çox məzhəbçi bir terrordur. Və o terrorun ola bilsin ki, İndoneziya ən böyük müsəlman dövlətidir. Müsəlman dövlətidir, 80%-dən çox əhali, amma sünni məzhəbli, sünni məzhəbli. Bəli, amma məsələ burasındadır ki, söhbət deyək ki, o terrora sünni terroru demək, ümumiyyətlə müsəlman terroru demək də düzgün deyil. Amma fakt budur ki, terrorçu yetişdirmə texnologiyasında bu amillərdən, məzhəbçilikdən çox geniş şəkildə istifadə olunur. Ola bilər ki, İdeoloji əsaslarında bu var. Şübhəsiz. Psixoloji, ideoloji əsasları. Ola bilsin ki, İndoneziyada, məsəl üçün, həmin o zümrə təzyiqlərə məruz qalıb. Biz sadəcə bunu bilmirik. Və ola bilər ki, sadəcə olaraq terrorçular öz əhatə dairəsinin genişliyini nümayiş etdirmək istəyirlər. Yer gəlmişkən bizim bugün istər Türkiyədən, istər İndoneziyadan, həmçinin Amerikadan, müxbir bürolarımızdan yəni məlumat almaq imkanımız var. Onlarla bağlantı qurulacaq və düşünürəm ki, bizim heyətimiz mənə xəbər eləyəcəklər, xəttə kimə biz qoşula biləcəyik, yəni vaxtında xəbər eləyəcəklər söhbətimizə dəstək üçün. Və o ki, qaydırıq Azərbaycana, yəni sualımın əvvəlki hissəsini, nə dərəcədə bizi bu təhlükə bizə yaxınlaşır? Mən düşünürəm ki, o təhlükə artıq bizim qapımızı döyür. Əgər bugün Azərbaycandan müxtəlif terrorçu təşkilatların tərkibində, məsələn, konkret olaraq IŞİD-in tərkibində döyüşən artıq yüzlərlə insanlar varsa... Yüzlərlə mi, minlərlə mi? Müxtəlif hesabatlar var. Araşdırdım, amma kəsin dəqiq bir məlumat əldə edilmədim. Müxtəlif məlumatlar var, amma kifayət qədərdir. Yəni, əslində bunun yüzlərlə və minlərlə olması önəmli deyil. Biz bilirik ki, burada daha çox intiharçı terrorçuluqdan söhbət gedir və bir-iki terrorçunun həmin istiqamətdə yetişdirilməsi kifayət eləyir ki, bəlli effekti yaratsın. Yəni, canlı bombalardır. Bəli, və bilirsiniz ki, IŞİD-in o Müdafiə İşlər Naziri deyilən şəxsin orada döyüşən Azərbaycanlılar qarşısında çıxış edərkən biz müsəlman şəhəri Bakını alacağıq kimi bəyanatı da olmuşdu. Təbii ki, bu təhdid kimi qəbul edilməlidir və həmçinin bizi deyəsən kafirlərin zəbt elədiyi şəhər və s. Yəni, bu dediyim kimi, bayaq heç bir dövlət terrordan sığortalanmayıbdır. O cümlədən də Azərbaycan ünvanına konkret təhdid səsləndirilmiş bir neçə dövlətdən biridir. Yəni, bunu qeyri-ciddi qəbul eləmək üçün heç bir əsas yoxdur. Bu çox ciddi qəbul olunmalıdır və profilaktik tədbirlər təhlükələr nədən ibarətdir? Yəni, bütövlükdə, yəni mahiyyət etibarilə anladıq ki, biz də bundan sığortalanmamışıq. Amma hansı şəkildə baş verə bilər? Məsələn, bizim vətəndaşlarımızdan orada var. Sonra Azərbaycandan tranzit kimi istifadə etmək cəhdləri də var. Daha hansı şəkildə? Bir də bizim əsas müttəfiqimiz, yəni Türkiyə, onların hədəfindədir. Və dolayısıyla sözsüz ki, biz də o hədəfə düşürük. Burada siyasi kontekstə baxmaq lazımdır. Biz bayaq sizlə razılaşdıq ki, əslində terror mühüm siyasi vasitəyə çevrilibdir. Deməli, Azərbaycan hansısa bir situasiyada həmin o terrorun sponsorlarının, sifarişçilərinin qəzəbinə tuş gələrsə, o zaman o əmr veriləcəkdir və onun icrası artıq həyata keçə bilər-bilməz. Bu artıq Azərbaycanın hüquq mühafizə və təhlükəsizlik orqanlarının fəaliyyətindən, səylərindən, vətəndaşların sayıqlığından asılıdır. Çünki terrorçunun zərərsizləşdirilməsi əslində bu çox böyük və ciddi bir uğurdur. Bu həm də terrorçu tərəfdə bir psixoloji depressiya yaradır. Onun özgüvən hissini azaldır. Özünəminliyini. Bəli, özünəminliyini azaldır. Ona görə də buna həmişə hazır olmaq lazımdır. Və bəli, siz düzgün qeyd elədiniz ki, biz Türkiyə ilə müttəfiqik. Yəni, bizim ən yaxın tərəfdaşımız Türkiyədir və Türkiyə bugün yaxın şərqdə ABŞ-ın geri çəkilməsi fonunda yaranmış o boşluğun tutulmasında çox mühüm rol oynayan dövlətlərdən biridir. Təsadüfi deyil ki, məsəl üçün,
belə deyək, obrazı desək, əli ayağı açılan İranın qarşısında artıq özünü narahat hiss edən Səudiyyə Ərəbistanı, hansı ki, ənənəvi olaraq Amerika Birləşmiş Ştatlarının bölgədəki tərəfdaşı, müttəfiqi olubdur. İndi özünə sığınacağı Türkiyənin yanında axtarır və bunun naminə Türkiyə iqtisadiyyatına 10 milyardlarla xeyir verməyə hazırdır. Bilirsiniz, son kontraktlar imzalandı. Rəsmən yer gəlmişkən artıq bizim Türkiyə müxbirimiz, Türkiyə büromuzun nümayəndəsi Pərviz Sultansoy xəttədir. Gəlin biz ona qoşulaq canlı efirdə və son durum haqda suallarımızı ünvanlayaq. Pərviz, salam.